Dostum var. Nurlan soruşur ki, dayı necədir? Əla. Qoz kimi. Nurlan Qaqaşa salam olsun buradan. Dayı əlayam həmişə. Siz soruşanda lap əla olayam. Səhhətlə bağlı problemlərin olub heç? Olub, əlbəttə. Allah'a qurban olum. Yəni mən həmişə Allah'a şükür eləyəm. Dayı anadan gəlmə sağlam adamam. Bəli. Ancaq həyatım boyu bir neçə xəstəlik keçirmişəm. Olubdu xəstəliklər. Yüngül var idi. Ancaq bu 3 il qabağa, bu qoyunu almaqdan qabağa elə bir ki yüngül insult keçirdim. Dayı, onda həkim mənə dedi ki, sağ işləmə olmaz. Elə olub dayı, bu qoyuna qayıtdım yenə. Mən qoyunu bir ara tərgimişdim. Sonra həkimə sual verdim ki, qoyun zat saxlaya bilərəmmi? Qoyun güdə bilərəmmi? Düdünüyə bilmirsən, la bəla. İnsan neyləsə məşğul olmalıdır da həyatda. Yəni keçən dəfə də deyəm, yəni işsiz, gücsüz insan olmamalıdır. Əlbəttə ki. O artıq naqrutskadan olub ha dayı onda. Yəqin ki də yorğunçuluqdan, nə bilim, Yaxşı bəzi istirahət səbəblərdən, yəni olaydı indi həyatda. Bəli. Yəni həyatda hər şey olaydı. Heç kim heç nədən Sığortalanmır. sığortalanmıyor. Bəli.